Bu əriyi ki, mən Allah'ın kərsə. Başlamısan. Hörmətli izləyicilərimiz. Bir dənə bağlı bağçalı villa tapmışam sizə. Cənnət. Havay. 6 sotun içində 8 sot. 8 sot əfsəndi. 6 sot sənətdir, 2 sot artıq var. Bayrama qarışdı. 8 sotun içində. Bu bizim əmlakçı əfsər beydim mən bilmirəm ki elədir. Mən də bunun dadına baxdım, dedi ağar idi. Mən yedim amma bu Naxçıvan dedi. Naxçıvan şeydi bu. Naxçıvan cavalsı idi amma. Hörmətli izləyicilərimiz. Sizə elə bir bağlı bağçalı ev tapmışam. Gəl evlə. Olmayan ağacı yoxdur. Şaftalısı, gilası. Əfsər bəy, gəlin çəkək. Hər bir şey var burada. Baxın, hörmətli izləyicilərimiz. Bax, burada əriy ağacı da var. Amma əriyə özü gecikmişik. Bu deyil. Birinci almır. Burada armud da var, hörmətli izləyicilərimiz. 8 sotun içində 3 mərtəbə paşdı. Sizə 255.000 manata 50 yandıda ev çıxarmışam. Bundan oyanası yoxdur. Bar verən ağacları. Bax, baba, məhsullar var. Burada indi məhsullar da var. Bunları göstərəcəm sizə. Bu bilmirəm nədir. Bax, dedilər. Ev sahibi dedi, mənim yadımdan çıxartmadı. Burada feyuqası. Bax, məhsul da götürüb gül açıb feyuq. Bir dənə burada möhtəşəm bir dənə navisi var, hörmətli izləyicilərimiz. Bu bizim dedik yoldaşlar Qərb Azərbaycanlıdır. Bunlarda ümumiyyətlə navis, həyət, hər şey ideal səviyyədə oldu. Mən bəyənirəm. Çox keyfiyyətlə də tikirlər. Allah canından sağ eləsin. Bax, dünən dedik gələ tüm qohum əqrəba burada idi. Bax, samavarı da bura qoymuşduq, deyil, oturmuşduq burada. Burada bir dənə belə uzanmağa da şey var. Yəni bu satış məqsədi ilə tikilməyib. Şəxsi tikili villadır. Yəni 255.000 manat da Kupçalı, 8 sotun içindədir. Kupçada 6 sotdur, 2 sotda belə artığı var. 8 sotda belə bir variant yoxdur. Gəlin nədən? Mən yola uyacaq. Bax, söhbət. Amma nə deyirdim sizə? Bax, qazanı qoymağa. Yaxşıdan sonra gəlmişik. Anı yaşa. Həyatı yaşa. Sarı qızılgülü, qırmızı qızılgülü. Gəl, bunu özü yiyirəm. Gəl, bura bir şey tapdım burada. Gəl. Ay, hörmətli izləyicilərim. Heç nəsi. Nəyi yoxdur buranın. Hər bir şey. Baxın. Hörmətli izləyicilərimiz. Bax, burada şey toyuqlar var. Çoxlu. Dükan toyuq almayacaqsınız. O bir qəpiyə satılan saxta yumurtalardan almayacaqsınız. O şeylər var. Bilirsiniz nə mənşəli. Özünüz öz həyətinizdən təmiz alacaqsınız. Dəli götürəcəksiniz buradan. Vallahi. Elə bu otları versəz elə toyuqlara bəs. Dəli baxırsınız qabağına. Əfsər bəy, damdır. Bilirsiniz də. Bunun şorabasını eləyirlər deyirsən. Şorabasını eləyirlər. Min bir dərdin dərman. Burada da nar ağacları var. 2 dənə qəşəng nar ağacı. Gəlin, hörmətli izləyicilərimiz. Bax, burada dəfnə yarpağıdır. Gəlin, keçək. Evimizin hörmətli izləyicilərimiz. Birinci mərtəbəsi buradır. Birinci mərtəbəsi. Baxın, burada da belə bir şey eləyiblər. Otağı zadı, nə bilim, əlavə şeylər eləyiblər. İndi çox sizi yormaq istəmirəm. Demək istəyirəm ki, yəni evimiz hündür evdir. Kim istəsə, bax, üzümtə vardı. Mən heç istəsəm bunu eləməzdim. Bax, üzümlər gəlir deyir, qardaş deyir, indi biraz budamışıq da. Tam gəlir bura, bağlanır üstü, ideal bir səviyyədə. Evin çöl görünüşünə baxın. Evimizdə monolit betondur, keyfiyyətli evdir. Yəni 255.000-dir. Keçək parti 2-yə, evə tanış olaq. Hörmətli izləyicilərim, mən evin girişinə girəndə elə bir hökumət evindəsən. Hündürlük nə hündürdür? Mən belə bir şey görməmişəm, hörmətli izləyicilərim. Qapının hündürlüyünə baxın. Qəşəng biləm. Uşaqlar, görürsünüz. Baxın, hörmətli izləyicilərimiz, pəncərələrin böyüklüyü, evin genişliyi, uşaqlar rahat burada dərs çalışırlar, gəzirlər özdə, elə bir platformlar, uşaqlar. Əla deyil. Baba baxır sizə.
Asırlarsa samalar dəmləyir, yaşayırlar da, həyatı yaşayırlar, amma yaşayırlar. Bir dənə burada məşqatı var, çox geniş. Təmir, hörmətli izləyicilərimiz, və 10-12 il təmirdir. Ola bilər, aboylarda, zatda müəyyən şeylər var. Ara kəsmələri evimizin birinci mərtəbədə, bax, bütün ara kəsmələr qoşaq kubiklə tikilir. Deməli, aşağıda bir zal, bir dənə də burada zal oldu, hörmətli izləyicilərimiz. İkinci zal. Deməli, 2 otaq oldu burada. Baxın, yəni, işığın genişliyi zaten hər bir şey qaydasındadır. Deməli, burada sanuzel, hörmətli izləyicilərimiz, bir dənə zəhmət olunca göstər olmanın göstər birinci mərtəbədəki sanuzelidir. Bura ayrıcadır. Çıxarın ki, ikinci mərtəbəyə hörmətli izləyicilər. Məkanda betondur, bahalar aşağıdır. Çıxır ikinci mərtəbəyə. Deməli, ola bilər, özü xərcə lazım var. İkinci mərtəbədə tavan hündürlüyü çox hündür. İkinci mərtəbədə burada bir yatağı otağı. Baxa bilərik. Balkonu da var. Balkonu da var. İndi video çox uzun olduğuna görə göstərməksə, bir dənə yataq otağı buradadır. Burada da yataq otağının içində sanuzeli var. Baxa bilərik. Hörmətli izləyicilərimiz. Burada da belə bir balkondur. Qəşəng balkondur. Buranı bağlayıblar. Şüşəbənd kimi ediblər, yaxşıdır. Sonra yuxarıda 4 oldu da, 4 6 otaqlı ev. Bir dənə də yataq otağı buradadır. 2 dənə pəncərə, bir dənə də balkon buradadır. Evimizin ümumiyyətlə 2 balkonu, 3 balkon. Bir dənə balkonu burada var, böyük. Aşağıya düşməyə lazım deyil də paltarasına. Böyük balkonu da buradadır. Bakubas evimizin yaxınlığından işləyir. 9A yaxınlığından işləyir. Ana yola da yaxındır. Saray Əmlak bazarında bu qiymətə ev yoxdur. Hörmətli izləyicilərimiz. Burada domofon sistemi də var. Göstərir. Burada uşaqların yataq otağı çempionlar, maşallah medalları da var, Allah saxlasın. Yəni bu qiymətə Saray Əmlak bazarında deməli əfsər 4, 2, 6 otaqlı 6 otaq, 8 sot. 6 otaqlı ev 8 sotun içində evimizdəki kvadratın sən şoka düşəcəksiniz. Evimizin alt, üst kvadratı haradasa 300 kvadrata yaxındır. Böyük, geniş, keyfiyyətli özünə ev axtarmaq istəyənlər baxın da, yəni onun genişliyinə, möhtəmə şəmliyinə zəng edin, bir evlərdən qaçırın.